Salam değerli müəllimlər, hər vaxtınız xeyir olsun. Mən Günay Hacıyeva. Bugün sizlərə texnologiyadan atdığım ümumi sınaq imtahanının izahını verəcəyəm mütləq şəkildə. Sınaq izahlarını dinləyin, səhvlərinizi anında olaraq dərslikdən açın, oxuyun, izahdan dinləyərək məlumatı əldə edin ki, yaddaşınızda səhv kimi qalmasın. Bugün yaddaşınızda səhv qalan sual səhər imtahanınızda ayağınıza dolanmasın. Bilirəm, çox yorulmusunuz, amma çox az qalıb. Biraz daha səbirli olaq, biraz daha dözümlü olaq, biraz daha oxuyaq və yolun sonundakı o uğura, o parlaq qələbəyə birlikdə çataq. Mən sizə güvənirəm, siz də özünüzə inanın, güvənin. Başlayaq testimizin izahına. Birinci suala baxaq. Küknar ağacı oduncağı yonqarına heç bir qatışıq əlavə edilmədən alınır. Burada söhbət viskoz liflərdən gedir müəllimlər. Viskoz liflər nə idi? Süni parçalar əldə etmək üçün istifadə edilən lif idi və küknar ağacı oduncağına heç bir qatışıq əlavə edilmədən alınırdı. Digər liflərimizə də təbii ki baxacağıq. Asetat və 3 asetat nə idi? Onlar təmiz sellulozdan yox, astisellozdan hazırlanırdı. Xammal qismində isə oduncaq və pambıq tullantıları işlədilirdi. Poliamid liflər isə ümumiyyətlə sintetik parçalar əldə edilmək üçün istifadə edilən bir lif növü idi. Poliamiddən hammar idi, cırılmaya, sürtülməyə, yeyilməyə davamlı idi, ağarmırdı, az əzilirdi, güvə və mikroorqanizmlərə qarşı dözümlüydü. Aha, baxaq ikinci sualımıza. Mismar vurarkən çəkic əl dəstəyinin ucundan azı neçə millimetr məsafədə tutmaq lazımdır? 20-30 millimetr. Bu bizim imtahan sualımız olub. Uyğunlaşdırın. Uyğunlaşdıraq poliamid, poliefir və sintetik parçalardan alınan lifləri soruşur bizdən. Poliamiddən nə alınır? Neylon, kapron, dedoron demişdik. 10-10-10 yadımızda saxlayırıq. Poliefirdən nə alınırdı? Polyester, lafsan, krimplen alınırdı. Sintetik parçalar və sansı liflərdən alınırdı. Poliefir, poliamid və poliakronitlər. A, C, B. Düzgün cavabımız D variantı. Turbinlərin fırlanma tezliyi deməli dəqiqədə neçə dövr arasında dəyişir? 18-20 kimi söhbət toz-sorandan gedir. 4-də A variantı toz-sorandan da imtahana sual düşür, diqqətli oluruq. Eni və qalınlığı 100 mm-dən çox olan mişar materialdır. O ağacın üzəyindən hazırlanır. Söhbət təbii ki tirdən gedir müəllimlər. Həmçinin tirlər neçə cür olurdu? 2 cür olurdu. 2 haşiyəli və 4 haşiyəli. Əgər 2 tərəfdən haşiyəli mişarlanmışdısa 2 haşiyəli, 4 tərəfdən mişarlanmışsa 4 haşiyəli. Ənənəyə sadiq qalaraq digər variantlarda nəzərdən keçirək. Tircik. Tircik nə idi? Qalınlığı 100 mm-dən az. Eni qalınlığından 2 dəfə az olan mişar materialı idi və ağacın özəyinin bir hissəsindən hazırlanırdı. Şalban nə idi? Şalban da ağacların gövdələrinin enini mişarlamaqla əldə edilən mişar materialı idi. Son olaraq lövhəyə baxaq. Lövhə isə şalbanı uzuna yarıya mişarladıqda əldə edilən mişar materialı idi. İndi keçək növbəti sualımıza. Qida məhsullarının zərərli mikroorqanizmlərinin həyat fəaliyyətini dayandırmaqla qoruyub sağlamaqdır. Söhbət konservləşdirmədən gedəcək növbəti imtahan dərsimiz müəllimlər. Bu dərsi əzbər öyrənirsiniz. Rəsmən əzbər. Ətrafdakılarla davranışda nə isə xoşunuza gəlmirsə, hisslənməyin, qışqırmayın, dava etməyin, ağlamayın. Söhbət nədən gedəcək? Söhbət burada səbirli olmaqdan gedəcək. Ədalətli olmaq nə idi? Ədalətli olmaq səhvin olanda etiraf etməyi bacarmalısan. Təvəzzökar olmaq nədir? Bəs təvəzzökar olmaqda bütün hallarda öz fərdi müsbət keyfiyyətlərini qoruyub saxlamağı bacarmalı, özünə xas olmayan xüsusiyyətləri sərgilənməmək, öz üstünlüklərin müsbət cəhətlərində lovğalanmamaqdır. Səmimi olmaq elə səmimilik deməkdir. Belə bir qaydama keçməmişik. Yəni səmimi insan elə bildiyimiz kimi səmimidir də dərsliklərimizdə səmimilik haqqında heç bir məlumat verilməyib, düzdürmü? 7-də nə olacaq düzgün cavabımız? D variantı. Məhsulun emalı və hazırlanmasında bizə kömək göstərən kənd təsərrüfatı maşınlara yeyinti sənayesi üçün avadanlıq, qaz piltələri, baltarıyan maşınlar aiddirlər. Bunlar müasir texnologiyalardır. Ümumiyyətlə texnologiyalar neçə qrupa bölünürdü? 3 qrupa. Müasir, kommunikasiya, nəqliyyat. Müasir texnologiyalar yuxarıda sadaladığımız texnologiya növləridir. Nəqliyyat texnologiyaları yük və
Sərnişin daşımada bizə yardımcı olan bütün maşınlar, qatarlar, gəmilər, lokomotivlər, təyyarələr aid idi. Kommunikasiya texnologiyalarına isə məlumatın bir yerdən digər yerə ötürülməsi üçün istifadə edilən telefon, internet, poçt, radio, bunlar aid idi. Qoyun cəmdəyinin orta çəkisi neçə kiloqram olur? 18-30 kiloqram olur. Bu tikiş zamanı saplı iynə parçanın üst tərəfinə çıxarılır və ilmənin ölçüsü qədər sağa batırılır. Sonra iynə astar tərəfdən keçirilir və birinci taxılma yerindən ilmənin ölçüsü qədər sola çıxarılır. Söhbət burada hansı tikişdən gedir? Deməli, müəllimlər, burada söhbət hansı tikişdən gedir? İynə arxaya tikişdən gedir. Həmçinin iynə arxaya tikişdə tikişin istiqaməti sağdan sola, tikişin sırğı araları isə soldan sağa yerinə yetirilir. Və bu sözü də yadınızda saxlayın. Məsələn, bu sual bizə klaster kimi düşsə və desə ki, klasteri tamamlayın. Son olaraq nəyə götürəcəyik? Tikişin istiqaməti sağdan sola, sırıq araları soldan sağadır. Digər tikiş növümüzə də baxaq. İynə qabağa tikiş. İynə qabağa tikişi yerinə yetirmək üçün iynənin növbə ilə parçanın gah üz, gah astar tərəfinə. Açar sözümüz gah. Xaçvari naxış tikmə nə idi? Xaçvari naxış tikmə ümumiyyətlə naxış tikmə üsullarından biri idi, növlərindən biri idi və xaçvari naxış tikmə ən məşhur naxış tikmə texnikası idi. Sapların çarpazlaşması hesabına tikilirdi. Saplarla həcmli naxış tikmə isə sadə irəli arxaya tikişlə yerinə yetirilirdi. Həcmli naxış tikmə nə oldu saplarla? Sadə irəli arxaya tikişlə yerinə yetirildi və burada işlədilən sapın qalın və nazik olması hesabına təsvirin lazımi qabarıqlığı əldə edilirdi. Baxaq 11-ci sualımıza. Nazik metal lövhələrin ən geniş yayılmış birləşdirilmə üsulu hansıdır? Qatlama tikişidir. Bu zərbə tilişkələrin iti kənarların götürülməsi üçün istifadə edilir. Bu ən kiçik zərbə növümüz olan bilək zərbəmizdir. Dirsək zərbəsi bilək zərbəsindən yüksək idi və 2-3 mm metal qatı götürmək üçün istifadə edilirdi. Ən güclü zərbə növümüz sayılan çiyin zərbəsi idi və çiyin zərbəsində güc belə deyək də çiyindən gəlirdi. Bu zərbə çox sərrast olmalı idi və götürülən metal qatının qalınlığı da 3-5 mm idi. Deməli, 12-də düzgün cavabımız nə oldu? C variantı bilək zərbəsi. Paltara qulluq üçün simvolun mənası nədir? Aha, deməli, paltara qulluq üçün bizə bir simvol verildi və bu simvol nədir? İslağa qoymadan 40 dərəcədən yüksək olmayan temperaturda əl ilə yuyulur, yüngülcə burmadan sıxılırdı. Həmçinin ipək və yun parçalarının xarakteristikasına aid idi. Bu dərsdən də imtahana sual düşür. Müəllimlər çox diqqətli olmaq lazımdır. Baxaq növbəti sualımıza. 14-cü sualda bizdən nəyi soruşur? Deyir, maddənin, enerjinin, informasiyanın dəyişdirilməsinə və insanların tələbatlarını təmin etmək üçün bu proseslərin öyrənilməsinə istiqamətlənmiş insan fəaliyyəti başa düşdür. Texnologiyamızın tərifidir. Düzgün cavabımız B variantıdır. Tamasaların qalınlığı neçə millimetr olduqda 3 qat zivanalardan istifadə olunur. Deməli, tamasaların qalınlığından asılı olaraq 1 qat, 2 qat, 3 qat və düz bağlı zivana birləşmələrindən istifadə edilirdi. 1 qat olanda 40 mm, 2 qat olanda 40-80 mm, 3 qat olanda isə 80 mm-dən çox idi. Düzgün cavabımız C variantı. Qırmızımtıl narıncı rəngə malikdir. Vaxt keçdikcə oksidləşərək qaralır. Plastik və kövrəkdir. Söhbət nədən gedəcək? Mis məftildən gedəcək. Bu dərsə diqqətli olmanız gərəkən dərslərdəndir. Digər məftillərin də istəyirsiniz sizlərlə bir xarakteristikası ilə tanış olaq görək. Sink məftilin xarakteristikası necə idi? Laton məftilin və düralüminium. Ümumiyyətlə, düralüminium metal idi. Məftillər sırasında düralüminium adlı məftilə rast gəlməmişdik, düzdür. Amma sink və laton məftillər bizə ətraflı şəkildə verilmişdi. Sink məftil mavi çalarlı gümüşü rəngdə idi.
Parıltısı yox idi, möhkəm idi və elastik idi. Alətin köməyi vasitəsilə əyilirdi. Laton isə parıltılı qızılı rəngdə idi, zaman keçdikcə qaralırdı. Fikir verin, parıltılı qızılı rəngdə zaman keçdikcə qaraldı. Möhkəm və plastik idi. Düralüminiumda dediyimiz kimi belə bir məftil növü bizə məlum deyildi. Biz düralüminiumu metal kimi keçmişdik. Özdə ən geniş yayılmış əlvan metal kimi. Əlvan metal ərintisi kimi. Düralüminium gümüş rəngdə metal idi. Aviasiyada istifadə edilirdi. Missing, magnezyum və alüminiumun birləşməsindən yaranırdı. Kesmə yeri neçə millimetr məngənənin dodaqlarından kənarda yerləşdirilməlidir. Kesmə yeri məngənənin dodaqlarından 10-15 millimetr hündürdə yerləşdirilməli idi. Düzgün cavabımız burada nə olacaq? B variantı. Söhbət təbii ki, hansı kəsmədən gedəcək? Bıçqı ilə kəsmədən. Çilingər bıçqısının quruluşu necədir? Çilingər bıçqısı özü 7 hissədən ibarətdir. Qulaqlı qayqa, çərçivə, hərəkətli başlıq, bıçqı, tərpənməz başlıq, dəstək və ştiflər. Gəl görək hansılara aiddir. Elə düzgün cavabımız A'dır. A aiddir. Çünki B'də şurup var olmaz. C'də yenə şurup var olmaz. D'də isə dübel var olmaz. Düzgün cavabımız 18'də A variantı. Həmçinin çilingər əl bıçqısının 3 əsas hissəsi var idi. Bunlar hansıları idi? Sökülməyən çərçivə, bıçqı lövhəsi və dəstək idi. Bu maddə yüksək temperatura davamlıdır. Odur ki, onu əritmək asan deyil. Adətən 135 dərəcə temperaturda material öz ilkin xassələrini saxlayır. Təbii ki, söhbət nədən gedəcək? Polikarbonatdan gedəcək. Düzgün cavabımız C variantı. Qeyd edim ki, müəllimlər, bu da imtahan sualımızdır. Digərlərindən də xarakteristikası ilə tanış olaq. Polietilin nə idi? Polietilin belə deyək də, xoşa gəlməz qoxusu yox idi, qidalanma üçün təhlükəsiz idi. Yüksək temperatur fərqinə davamlı idi. Həmçinin yüksək möhkəmliyə malik idi. Polistrol nə idi bəs? Polistrol isə sintetik polimer olaraq çox yüksək temperatur fərqinə davamlı idi. Hətta deyir ki, fizioloji cəhətdən təhlükəsiz olduğuna görə insanın gündəlik həyatına daxil olan məişət, əmtəə mallarının, avadanlıqlarının, duş kabinlərinin, ara kəsmələrinin hazırlanmasında rahatçılıqla istifadə edilə bilərdi və növbəti plastik kütləmiz olan polivinklorит idi. Polivinklorит də ağ rəngdə plastik kütlə idi. Boru, nazik təbəqə, polivinklorit liflər, ayaqqabı plastikaları, linoleum, mebel haşiyələri hazırlanırdı. 19'da yəqin ki, testimiz aydın oldu. Sizdə polikarbonat dediyim kimi imtahan sualıda diqqətli oluruq. İstismar müddəti qurtarmış əşyaların təmir olunması üçün xərclənən vəsait hansıdır? Bu dövrü xərclərdir. Daimi xərclər dəyişməyən xərclərdir. Şəxsi xərclər bir nəfərə aid xərclərdir. Mövsümi xərclər isə mövsümlə bağlı xərclər idi ki, bu mövsümi xərclərdə imtahanda istifadə edilmiş sual tipi idi. Burada da nə olacaqdı? Yayda gilə meyvələrin, tərəvəzlərin qışa tədarükü, bağ üçün gübrələrin alınması aid idi. Başlıq, mil və uc hissədən ibarət bərkidici detaldır. Bu mismardır. Şurubu soruşsaydı, şurub başlıqdan vint şəkilli mildən uc hissədən ibarət detal idi. Pərçim isə başlıq və mildən ibarət bərkidici detal idi. Toyuqların ən məhsuldar yumurtlama dövrüdür. 1-4 il C variantı. Parçanın qalınlığından asılı olaraq ayağın hündürlüyü neçə santimetr ola bilər? Deməli, bu bizim düymələrin tikilməsi dərsindən idi ki, düymələr bir var idi üst geyiminə tikilməsi, bir də var idi yüngül geyimlərə tikmə. Üst geyimlərinə tikən zaman ayağın hündürlüyü 0,1-0,4 santimetr arasında dəyişirdi. Düzgün cavabımız nə olacaq burada? A variantı. Bir dəqiqə. Keçək növbəti sualımıza.
Orqanizmamızın əsas enerji mənbəyidir. Onlar hüceyrələrin tərkibinə daxildir və orqanizmdə maddələr mübadiləsində fəal iştirak edir. Enerji mənbəyi. Bax, açar sözümüz. Enerji mənbəyi nədir? Təbii ki, yağlardır. Düzgün cavabımız A variantı. Vitaminlər nə idi? İnsan orqanizmasında yaranmırdılar. Enerji mənbəyi deyildilər. Zülallar isə deməli, orqanizmamızın yoluxmalara qarşı müqavimətini artırırdı, mübarizəsində daha doğrusu iştirak eləyirdi. Orqanizmamızın hüceyrə və toxumaların əsasını təşkil edirdi və həmçinin zülallar nə idi? Zülallar orqanizmamızın tikinti materialları idi. Bu da imtahan sualımız olub. Müəllimlər ona görə də diqqətli oluruq. Bəs mineral maddələr nə idi? Mineral maddələr isə sinir, qan damar, mədə bağırsaq sisteminin işini təmin edirdi və həmçinin orqanizmamızın müqavimətini artırır, immun sistemimizi gücləndirirdi. Aha, bu testimizdən də ətraflı tanış olduq. Keçək 25-ci sualımıza. Deyir ki, hansı bərpa üsuludur? Bizə verilən təsvir gözləmə üsulu ilə yerinə yetirilən bərpa üsuludur. Baxaq, gözləmə harda verilib? D variantımız. D variantımız gözləmə. Gözləmə ümumiyyətlə nə idi? Əgər paltarda kiçik bir yarıq yaratmışdısa, biz onu gözləmə üsulundan istifadə etməklə bərpa edə bilərdik. Bunun yerinə yetirilməsi zamanı yarığın kənarlarını kəsirdik. Kontur üzrə bir neçə cərgə düz sırıqlarla tikirdik və sapları bir-birinə keçirərək əvvəlcə düzünə, sonra çəpinə istiqamətdə yarıq olan hissəni doldururduq. Bu bizim gözləməmizin yerinə yetirilmə ardıcıllığı idi. Yalnız bəzi maşınlarda rast gəlinən detallar, təbii ki, xüsusi təyinatlı detallardır. Bəzi maşınlarda rast gəlinirsə, bu xüsusidir. Düzdürmü? Məsələn, tikiş maşınının pəncəsi. Standart təyinatlı detallar bolt qaykaları idi. Ümumi təyinatlardakı dişli çarxlar idi. Yığma vahidi bəs nəyə deyilirdi? Yığma vahidi özü də yığıcı hissələrdə detalların öz aralarında birləşdirici nələr vasitəsilə birləşdirilməsi idi. Detallar vasitəsilə birləşdirilməsi idi. Düzgün cavabımız 26-da B variantı olacaq. Aha, deməli, deyir ki, 27-ci sualda bu hörmə üsulunda məftilin uçlarından birinə sonuncu muncuğu düzdükdən sonra məftilin həmin ucunu əks istiqamətdə yerdə qalan muncuğu keçirmək lazımdır. Təbii ki, bu iynəyə bənzər hörmə idi. Çünki deyir sonuncu muncuğu. Xaçvari hörmə nə idi? Xaçvari hörmə 2 iplə hörmə idi. İp ucundan götürülürdü, ortasına 3 muncuq dənəsi keçirilirdi. 4-cü muncuq qarşı hörmə üsuluyla bərk edilirdi. Sadə zəncir düzməsi zaten muncuqlu hörmənin ən sadə üsuluydu. İlgəklərlə hörmədəki lazımi miqdarda muncuq məftil üzərinə düzülürdü. Bundan sonra muncuqlar ilgəkdə təsbit edilməsi üçün lazım olduğundan artıq vurulurdu. Baxaq, indi 4-cü nəsil kompüterlər neçənci illərin kompüterlarıdır? 81-ci ildən sonraki dövr. Düzgün cavabımız D variantı. Baxaq, növbəti sualımıza deyir ki, yuma temperaturunu sıxma zamanı baraban dövrlərinin sayını yumağa başlamada gecikmə müddətini və yumanın sonunda qalan vaxtı rəngli təsvirdə göstərir. Bu rəqəmli displey. B variantı. Displey. Yəni rəqəmli displey söhbət gedir. Elektrik drelindən istifadə edərək materialın bir neçə növ emalını yerinə yetirmək olar. Bunlar hansılar idi? İtilənmə, cilalama və təmizləmə. Keçək növbəti sualımıza. Təzə üzüm yarpaqlarının üzərinə qaynar su tökülüb neçə dəqiqə saxlanılmalıdır? 5-7 dəqiqə. Düzgün cavabımız D variantı. Təsviri kiçiltmək üçündür imtahan sualı. 1-in 2-yə, 1-in 4-ə, 1-in 5-ə B variantı. Böyütmək üçün desəydi 2-nin 1-ə, 4-ün 1-ə, 5-in 1-ə. Natural isə 1-in 1-ə. Jeton və kartla işləyən, fırlanan, xaçvari qurğusu olan nəzarət cihazıdır. Bu turniketlərdir. İkinci növ məmulatlar
Məmulatlarda xəmir, sadəcə örtmə, bağlama və sarıma rolunu oynayır. Əsas tərkib hissəsinin neçə faizini içlik əhatə edir? 50-80 faizini. 35-ə baxırıq. Alət düzəltməyə yararlı poladdan hazırlanır. Söhbət yeyədən gedəcək. İmal edilən əşyadan gözlərə qədər olan məsafə neçə santimetr olmalıdır? İmal edilən. Burada deməli bizdən baxaq rəqəmlərə 30, 35, 20, 30. Deməli tikiş maşınından söhbət gedəcək. Tikiş maşınında çünki baxıram rəqəmlərə 30 santimetr olsaydı əl ilə yerinə yetirilən tikiş əməliyyatına aid olacaqdı. 30-35 olsaydı ütülənmə zamanı olacaqdı və burada amma heç bir rəqəm olmadığına görə deməli tikiş maşında emal edilən əşyanı soruşur. Bu da 30-40 santimetrdir. A variantı. Əvvəldə və axırda hər biri neçə santimetr olmaqla bərkitmə tikişini yerinə yetirilir. Deməli, bu suallarda gərək biraz düzəliş edeyim. 2 dənə sualımız var ki, burada sual tam verilməyib. Əvvəldə və axırda hər bir neçə santimetr olmalı bərkitmə tikişi yerinə yetirilir. Bu maşın tikişinin zədələnmiş hissəsinin bərpa edilməsi üçün bizə lazım olan qaydalardaydı. Burada əvvəldə və axırda hər biri 4 santimetr olmaqla maşın bərkitmə tikişi yerinə yetirilməli idi. Dediyim kimi bu suallarda düzəliş etmək lazımdır. 2 dənə sual var. Pasterize edilmiş süt hansı temperaturda neçə gün saxlanıla bilər? 0-6 dərəcədə 2 gündən 5 günə kimi. Düzgün cavabımız C variantı. 3 bacı dolması neçə dəqiqəyə bişir? 30-40 dəqiqə vamodda bişir. A variantı. Hansı oyma növüdür? Əgər belə oyma növlərini təsvirdə tapmaq sizə çətinlik yaradırsa, baxın, heyvandır, quşdur, böcəkdir, yarpaqdır. Bunları görəndə bilin ki, söhbət kənar xətt üzrə oymadan gedəcək. Düzgün cavabımız A variantı. Bu qədər dəyərli müəllimlər, uğurlar hər birinizə.